Qəbələ rayon Mərkəzi Xəstəxanasının həkimi Novruz Əlmirzəyevin baş həkim olmaq ümidi ilə verdiyi 250 min manat dələduzluq yolu ilə ələ keçirilib. Məlumata görə həkimin pulunu ələ keçirən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən Zaur Zahidov tanışları Namiq Bayramov, Orxan Həsənov, Heydər İlyasov və Rufan Qasımovla əlbir olaraq Novruz Əlmirzəyevdən külli miqdarda pul alıblar. Novruz həkim tanışı vasitəsilə sözgedən şəxslərlə əlaqə yaradıb, Qəbələ Regional Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilməsi üçün kömək istəyib. Bu fürsətdən istifadə edən dəstə üzvləri isə ona güya Səhiyyə Nazirliyindəki yüksək vəzifəli tanışları vasitəsilə bu işin mümkün olduğunu deyərək əvvəlcə 100 min Amerika Birləşmiş dolları, yəni 170 min manata yaxın pul vəsaiti, daha sonra isə 80 min manat pul alıblar. Dəstə üzvləri həkimin inamını möhkəmləndirmək üçün saxta sənəd də hazırlayıblar. Sənəddə güya təbib tərəfindən onun Qəbələ Regional Xəstəxanasına baş həkim təyin olunduğu göstərilib. Hətta sənəddə QR kod da əlavə edilərək real olduğuna inandırılıb. Saxta sənəd Rufan Qasımov tərəfindən həkimə verilib. Bu vaxtda da Əlmirzəyev əlavə olaraq 30 min manat verib. Ümumilikdə isə Novruz Əlmirzəyevin 250 min manat pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib. Həmin vəsait şəxsi ehtiyaclara xərclənib. Təqsirləndirilən şəxslər başqa bir dələduzluq cinayətinə Cavid Əliyevi cəlb ediblər. Cavid ittihama münasibətdə özünü təqsirli bilməyib. Onun vəkili Sənan Hüseynov məhkəmədə bəraət hökmü çıxarılmasını istəyib. Sonradan həkimin pulunun bir qismi geri qaytarılıb. Ziyan tam ödənilmədiyindən barışıq əldə edilməyib. Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən müttəhimlər hər biri verilmiş ittihamlara münasibətdə təqsirli bilinib. Zaur Zahidov 9 il, Rufan Qasımov 8 il, 6 ay, Orxan Həsənov 7 il, Namiq Bayramov 5 il azadlıqdan məhrum olunub. Cavid Əliyevə sınaq müddəti seçilməklə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.